به صدای چند صدایی رادیو آراز نیوز گوش می دهید. Araz News Radyosu'nun saygıdeğer dinleyicileri, Panorama programının bu bölümünde son gelişmeler ve savaş şartları altında Güney Azerbaycan'daki insan hakları durumunu değerlendireceğiz. İran ile İsrail ve Amerika arasında tartışmaların genişlenmesi ve bazı hükümet merkezlerinin hedef alınması ile aynı zamanda siyasi məhbusların can güvenliği ve sivil vətəndaşların haklarının geleceği hakkındaki kaygılar her geçen gün daha da artır. Bu konuda insan hakları fəalı Sayın Behzat Vəziri ile savaş durumunda insan hakları konusunu ele alacağıq. Hürmetli Behzat Bey Vəziri, sizi Panorama programında hoş gördük. İlk önce özünüzü tanıtmanızı ve fəaliyyətləriniz hakkında dinleyicilerimize açıklama vermenizi rica edirəm. Salam və saygılar sizlərə və hörmətli eşidənlərə. Adım Behzat Vəziri və Təbriz doğumluyam. Hazırda Birləşmiş Millətlər Təşkilatlarında, BMT-də özəl məsləhətçi statuslu olaraq qeyd olunmuş Ərş İnsan Hakları Cəmiyyətinin New York BMT nümayəndəsi olaraq çalışmaqdayam. Mən 20 ildən çoxdur ki, Azərbaycan mədəni, çevrə və insan hakları sahələrində fəaliyyətim olub. Bu müddət ərzində həm yerli, həm də beynəlxalq səviyyədə xalqımızın üzləşdiyi problemləri gündəmə gətirməyə və onların haqlarının müdafiəsi üçün çalışmışam. Hazırda Ərş Cəmiyyəti vasitəsilə BMT-də gördüyümüz işin əsas məqsədi İranda yaşayan Azərbaycanlıların və daha geniş çərçivədən baxıldığında İranda yaşayan bütöv zülm altında olan xalqların insan haqları məsələlərinin beynəlxalq səviyyədə gündəmə gətirmək, ictimai və iqtisadi ayrı-seçkiliyi, təb'izi, zülmü sənədləşdirmək və əldə olan beynəlxalq mexanizmlər vasitəsilə diqqətə çatdırmaqdır. Ərş Cəmiyyəti 15 ilə aşkındır bu istiqamətdə sistemli şəkildə fəaliyyət göstərib və xalqımızın səsini beynəlxalq arenada eşitdirməyə çalışıbdır. Sayın Behzat Bey, ülkede qanlı baskılarla karşılanan son itirazlardan beri Azerbaycan'daki siyasi məhbuslar tam bir xəbərsizlik içindədirlər. Bir çox tutuklu milli fəal təcrid və izole olunmuş bir vəziyyətdə saxlanılır və ailələrinin onlarla irtibat qurma imkanı yoxdur. Bu durum insan hakları baxımından nə anlama gəlir? Nədən hükümet həbs etdiyi fəallara belə davranır və hükümətin üzərində nə kimi məsuliyyətlər var? Bu durum insan haqları baxımından məhbusların qeyri-rəsmi yoxa çıxarılma riski altında saxlanılması deməkdir. Unofficial disappearance. Bu yəni ailə ilə əlaqənin kəsilməsi, harda saxlanıldıqları barədə məlumatın verilməməsi, vəkil erişiminin məhdudlaşdırılması və təcrid inziva şəraitində işgəncə və pis rəftarı riskinin kəskin artması. Buna misal Ərşin keçdiyimiz ay BMT mexanizmlərini təqdim etdiyi sənədlərdə 300-ə yaxın Azərbaycanlı tutuklanmış şəxslərin adı, 14 Azərbaycan fəalinin ədalətli məhkəmənin inkarı, özbaşına həbs, etnik ayrı-seçkilik və bir nəfərin xəbərsiz saxlanılması barədə ciddi məsələlər və təhlükələr qeyd olunub. Hökumət niyə belə davranır sualınıza gəlsək, bu yanaşma adətən vətəndaşlıq və milli fəallığı cinayətləşdirmək, cəmiyyətdə qorxu yaratmaq, etiraz və təşkilatlanmanın qarşısını almaq və etiraf almaq üçün baskı mexanizmi kimi istifadə olunur. Hüquqi baxımdan İran dövləti uluslararası vəzifəsinə əsasən məhbusların haqlarını təmin etməlidir. Bunu İranın da imzası olan mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın International Covenant on Civil and Political Rights, ICCPR. Bunun 7-ci, 9-cu, 10-cu, 19-cu, 22-ci və 26-cı maddələri tələb edir və İran da bunun altına imzasını atıb dövlət olaraq.
Təbiidir ki, ərk sənədlərində və raporlarında bu məsələlərdə olan pozuntular və təxəllüflər ICCPR maddələri ilə əlaqələndirilir və barışçı mədəni dil və vətəndaş fəaliyyətinin milli güvənlik məsələsi kimi qarşılandığı vurğulanır. Əməldə və pratik düzeydə hökumətin üzərinə düşən minimum məsuliyyətlər var. Bunlara misal vermək gərəkirsə, həbs yerinin dərhal açıqlanması və ailəyə rəsmi məlumat verilməsi, vəkilə əl çatma, tibbi yardım və dava-dərman təminatı, məhkəmə sənədlərinə erişim və hökmlərin yazılı verilməsi, işgəncə və pis rəftara iddialarına müstəqil araşdırma çıxarılması. Bunlar sadəcə bazılarıdır. Yəni bir sürü hədləri vardı. Yəni bunlar list olunmuş. Ərkin 2025 fəaliyyət sənədinə baxıldığında məhbusların ziyarət, telefon əlaqəsi, rifah və səlamətlik hüquqlarından məhrum edilməsi, hətta içməli suyun tapılmaması, həddən artıq sıxıntı və siyasi məhbusların cinayət məhbusları ilə birlikdə saxlanılması kimi faktlar qeyd olunub və BMT-də gərəkən mexanizmlara rapor edilibdir. Amerika və İsrailin bəzi məhkəmə mərkəzləri, inqilab məhkəmələrini, istixbarat, polis və bəsis düşərgələrini hədəf aldığı bu savaş şəraitində tutukluların, məhbusların can güvənliyi məsuliyyəti hansı dövlətin və qurumun üzərindədir? Uluslararası hüquqa görə İran dövləti hələ də onların həyatını qorumaqda doğrudan sorumlu deyilmi? Siyasi məhbusların çoxunun cəmiyyəyə bir təhlükə yaratmadığını nəzərə alaraq, onlara mürəxxəsi verilməsi acil və gərəkli bir addım deyilmi? Müharibə şəraitində həbsdə olan şəxslərin həyat və təhlükəsizliyinə görə birinci məsuliyyət həmin şəxsləri saxlayan dövlətin üzərinə qalır. İran Anayasasının 39-cu maddəsinə görə qanuni şəkildə saxlanılan və ya həbs edilmiş şəxslərin insani hörməti və kəraməti qorunmalıdır. Buna görə də həbsxanalarda saxlanılan insanların həyatını qorumaq birbaşa İran dövlətinin və onun qurumlarının öhdəsindədir. Uluslararası hüquq da buna açıq şəkildə bunu təsdiq edir. Biraz öncə dediyimiz ICCPR paktının dövlətlərə məhbus edilmiş şəxslərin həyatını və fiziki təhlükəsizliyini qorumaq yükümlülüyünü, ilzamını qoyur. Həbsdə olan şəxslər dövlətin tam nəzarəti altında olduqları üçün onların sağlığı və təhlükəsizliyi ilə bağlı bütün məsuliyyət o dövlətə aiddir. Ərk cəmiyyəti bu həftə davam edən BMT-nin İnsan Haqları Şurasının 61-ci iclasında bu məsələni və məhbus Azərbaycan fəallarının can güvənliyinin məsələsini bir neçə bəyanatda gündəmə gətirib və məhbusların bilinməyən məkanlara intiqalını sənədləşdirib və rapor edibdir. Hələ geniş bir qaçqın dalğası yaranmamış, ancaq savaşın genişlənmə ehtimalını da göz ardı etmək mümkün deyil. İnsan haqları baxımından Azərbaycan Cumhuriyyəti və Türkiyə hökumətlərinin möhtəməl qaçqınlara qarşı nə kimi təhdidləri var? Onları qorumaq üçün gərəkli hüquqi zəmin varmı və uluslararası hüquq baxımından insani yardım üçün ölkələrin İran içinə girişi mümkündürmü? Əgər savaşın genişləməsi nəticəsində qaçqın axını yaranarsa, beynəlxalq insan haqları və qaçqın haqları baxımından həm Azərbaycan Cumhuriyyəti, həm də Türkiyə Cumhuriyyəti müəyyən vəzifələr daşıyır. Bu təahhüdlər 1961 qaçqınların statusu haqqında konvansiyon və onun 1967 protokolu əsasındadır. Bu sənədlərə görə savaşdan ya da təqibdən qaçan insanların təhlükəsiz əraziyə
sığınmaq və uluslararası qorunma tələb etmək haqqları vardır. Bu haqqın ən önəmli prinsiplərindən biri non-refoulementdir. Yəni insanların həyat və azadlıqları üçün təhlükə olan yerə geri qaytarılmasının qadağan olmasıdır. Bu prinsip həm uluslararası qaçqın haqqlarının, həm də ümumi insan haqqları hüququnun əsas qaydələrindən biridir. Buna görə əgər savaş sonucunda İran ərazisində insanlar qonşu ölkələrə sığınarsa, onların qorunması təmin edilməlidir. Humanitar yardım məsələsinə gəldiyimizdə isə, beynəlxalq hüquqa görə başqa dövlətlərin birbaşa İran ərazisinə daxil olması yalnız iki halda mümkündür. Ya İran dövlətinin razılığı ilə, ya da uluslararası gərəksinim ilzam çərçivəsində. Məsələn, BMT vasitəsilə həyata keçirdilən əməliyyatlar zamanı. Dövlətlərin razılığı olmadan hərbi ya da dövlət qollarının başqa ölkənin ərazisinə daxil olması uluslararası hüququn əsas prinsiplərinə zidd hesab olunur. Ancaq burada bir parantez açmalıyıq ki, İran sərhədləri içərisində olan Azərbaycanlıları və daha geniş olaraq türkləri soyqırım, kütləvi vəhşiliklər və insanlığa qarşı cinayətlər kimi ciddi məsələlər təhdid edirsə, Azərbaycan və Türkiyə xalqımızı qorumaq üçün silahlı qüvvələrində İran ərazisinə girmə haqqları bəzi şərtlər ilə oluşa bilər. Əslində baxıldığında 2005-də BMT-də qəbul edilən Responsibility to Protect R2P və ya qorumaq öhdəliyi dövlətləri insanları qorumaq üçün kollektiv tədbirlər görməyə çağırır, yəni buna ilzam gətirir. Sayın Behzad bəy, savaşın yaratdığı güvənlik atmosferini nəzərə alaraq, İran rejiminin bu böhranlı şəraitdən sui-istifadə edib Güney Azərbaycandakı mədəni və milli fəalların üzərindəki baskıları artıra bilərmi? Belə bir risk varmı? Əgər belə bir risk varsa, uluslararası cəmiyyət bu durum qarşısında nə kimi rol oynaya bilər? Bəli, belə bir risk realdır. Tarix göstərir ki, savaş ya da təhlükə böhranı şəraitində dövlətlər tez-tez iç baskını artırmaq üçün ulusal güvənlik, əmniyyət, milli arqumentindən istifadə edirlər. Xüsusilə İran kimi sistemlərdə bu vəziyyət milli və mədəni fəalların fəaliyyətini məhdudlaşdırmaq üçün açıq bir şəkildə istifadə olunur. Məsələn, Ərk tərəfindən BMT-yə təqdim olunan materiallarda keçən həftələrdə həbsdə olan 6 Azərbaycanlı fəalın rejimə qarşı təbliğat fəaliyyəti ittihamı ilə təkrar məhkəməyə çıxarıldığı ələ alınıbdır. Bu açıqca aktivistləri uzun zaman həbsdə tutmaq və onları qısıtlamaq, məhdudlaşdırmaq üçün bir təşəbbüsdür. Təəssüflə bunun kimi boş ittihamlar, mühakimələr savaş zamanlarında daha çox görünür. Uluslararası icmanın rolu bu baxımdan çox önəmlidir əslində. BMT insan haqları mexanizmləri xüsusilə İran üzrə xüsusi raportör, video quzarışlar və mürtəbit iş qrupları, yəni KAR qruplar belə halları izləmək, sənədləşdirmək və dövlətləri uluslararası görevlərini yerinə gətirməyə çağırmaq imkanları vardır. Bu mexanizmlər vasitəsilə siyasi məhbusların vəziyyəti, özbaşına həbslər və İran içərisində olan ayrı millətlər və milliyyətlərə qarşı ayrı seçkilik dünya gündəmində saxlanıla bilər. Burada Ərk kimi orqanizasiyonların önəmi daha çox ortaya çıxır. BMT Ərk təkin akreditə olunmuş, yəni qeyd və səbt olunmuş orqanizasiyonları İran içərisində olanları görən və rapor edən güvənilir gözləmçilər olaraq görür və bu çox ağır və məsuliyyətli bir görevdir. Hörmətli Behzad bəy, proqramın sonuna yaxınlaşdıq. Bu suallar arasında toxunulmayan bir mövzu varsa və ya müxatəblərimizlə paylaşmaq istədiyiniz bir məsələ varsa lütfən buyurun. Söz sizindir.
Mən bu fürsəti mənə verdiyiniz üçün Araz News ailəsinə və çalışanlarına təşəkkür etmək istəyirəm. Qabaqda dediyim kimi Ərk BMT-də özəl məsləhətçi statulu olaraq qeyd olunmuş və Azərbaycanlıların insan haqları məsələsini birbaşa BMT mexanizmləri qarşısında ortaya qoyan tək təşkilatdır. Bunu burada qeyd etməliyəm ki, hal-hazırda akreditə olmayan və canı gönüldən Azərbaycan insan haqları üçün BMT ilə çalışan ayrı orqanizasiyalar da vardır və ümid edirəm ki, bunların sayısı daha da artacaqdır. Biz BMT-nin müxtəlif quruluşları ilə işləyirik. Azərbaycanlıların üzləşdiyi insan haqları məsələlərini uluslararası gündəmə gətirməyə çalışırıq. Məncə xalqımızın azadlıq və rifah yolunda ilərləməsi üçün iki əsas sütun lazımdır. İnsan haqları təşkilatları və siyasi təşkilatlar. Bu iki sahə bir-birini tamamlayaraq iki qanat kimidir. Təbii ki, daha ideal durumda qurumlaşma sistemik olmalı və bütöv sahələrə şamil olmalıdır. İnsan haqları təşkilatları faktları sənədləşdirir, hüquqi mübarizə aparır və beynəlxalq mexanizmləri hərəkətə gətirir. Siyasi təşkilatlar isə bu məlumatları millətə və uluslararası siyasət səviyyəsinə daşıyaraq siyasi iradə formalaşdırmağa köməklik edə bilər. Bu iki istiqamət arasında koordinasyon və qarşılıqlı dəstək olduğunda xalqın səsi daha güclü eşidilir. Təəssüf ki, bugün bəzi siyasi təşkilatlar arasında lazım birlik və ortaq strateji görünmür. Bireysel hədəflər və bəzən daxili ixtilaflar bir çox hallarda ümumi milli ərəyin və hədəfin önünə keçir. Və bu otağa körük qoymaq geçmişdən günümüzə fərqli İran mərkəz dövlətlərinin əsas siyasəti olub, hətta xaricdə olan müxalifətin də arasına nifaq toxumları salma bu dövlətlərin birinci hədəfi olub və olacaqdır. Halbuki bu mərhələdə ən vacib məsələ fərqləri bir kənara qoyaraq xalqımızın vəziyyətini və istəklərini birlikdə dünyaya çatdırmaqdır. Azərbaycanlıların üzləşdiyi insan haqları ihlali və milli istəkləri barədə tək və güclü görüş və duruş ortaya qoymaq bütün siyasi və ictimai qüvvələrin ortaq məsuliyyətidir. Bu baxımdan siyasi təşkilatların insan haqları qurumlarına dəstək verməsi çox vacibdir. Onlar insan haqları təşkilatların sənədləşdirdiyi məlumatlara istinad etməli, uluslararası platformalarda bu məlumatları gücləndirməli və hüquq müdafiəçilərinin gördüyü işi siyasi müzakirələrin mərkəzinə gətirməlidir. Eyni zamanda siyasi qüvvələr insan haqları prinsiplərini öz fəaliyyətlərinin də əsasına qoymalı və hüquq müdafiəçilərinin müstəqil fəaliyyətinə dəstək olmalıdır. Ümid edirəm ki, gələcəkdə həm siyasi təşkilatlar, həm də vətəndaş cəmiyyətləri arasında daha güclü həmrəylik və dayanışma qurulacaqdır. Çox sağ olun. Dəyərli Behzad bəy vəziri, huzurunuz və açıqlamalarınız üçün təşəkkür edirik. Araz News Radiosunun əziz dinləyiciləri, bizi proqramın sonuna qədər dinlədiyiniz üçün təşəkkür edirik. Başqa bir proqramda görüşənə qədər əsən qalın. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.